illerinden başlayarak Ermeni millətçilərinin 18-20-ci illərdən isə Ermənistan Respublikasının, Azərbaycan Respublikasının əraziləri hesabına böyük Ermənistan yaratmaq məqsədi ilə Azərbaycan Respublikasına qarşı həyata keçirdikləri soyqırımlı siyasəti, etnik təmizləmə, deportasiya, işğal, təcavüz siyasətinə qarşı 20-ci əsrin 80-ci illərindən etibarən həyata keçirdikləri yeni hücum əməliyyatlarına qarşı Azərbaycanda həyata keçirilən tədbirlər zamanı düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirilməsi istiqamətində həyata keçirilən döyüşlərdə qəhrəmanlıq, igidlik, cəsurluq döyüşlərini nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş. 2003-cü ildən etibarən isə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimiz Ali Başkomandanı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və səfyönlü düşülmüş daxil və xarici siyasətinə dəstək verərək Azərbaycanımızın ərazi bütövlüyünün sürün təmin edilməsi üçün vətənpərvər ruhda böyüyərək vətənin ərazi bütövlüyünü sürün təmin etmək üçün 2020-ci il 27 sentyabr tarixindən etibarən həyata keçirilən əks hücum əməliyyatları zamanı şəhidlik zirvəsini fəth etmiş hər bir şəhidimizə, o cümlədən bugün 5-ci il dönümünü qeyd etdiyimiz Azərbaycanımızın 21-ci əsr tarixinə bunları qızıl hərflərlə yazılmış şəhidlərimizdən biri olan və zəfər tariximizin yazılmasında xüsusi xidmətlər göstərmiş şəhidlərimizdən biri olaraq şəhid Nəcməddin Mirəddinoğlu Bədirova Allah rəhmət eləsin, Allah yaxınlarına, atasına, anasına səbir, təmkin versin. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həqiqətən ermənilər əsrlər boyu 20-ci əsrin əvvəllərindən başlayaraq, hələ 19-cu əsrdən başlayaraq böyük Ermənistan yaratmaq üçün Rus imperiyasının, Çar Rusiyasının hərbi siyasi dəstəyi ilə Azərbaycana qarşı anti-milli siyasət həyata keçirmiş, erməni pərəst mövqedən çıxışlar etmiş, Türk dünyasına qarşı, Azərbaycan xalqına qarşı təcavüzkar siyasət həyata keçirməsinin nəticəsi olaraq ermənilərin vasitəsilə Türk dilli xalqların, o cümlədən Azərbaycanın gələcəkdə azadlığa qovuşmasının müstəqil dövlət olaraq dünya miqyasında mövcudluğunun qarşısını almaq məqsədi ilə 1988-ci illərdən başlayaraq Azərbaycana qarşı əks hücum əməliyyatlarının, etnik təmizləmə siyasətinin, təcavüz işğal siyasətinin həyata keçirilməsi istiqamətində Sovet rəhbərliyinin təşkil etdiyi ideoloji proqramlar əsasında bir sıra tədbirlər həyata keçirilmişdir və həmin tədbirlərin ən mühüm tərkib hissələrindən biri də ondan ibarət idi ki, Qarabağ məsələsi qeyd elədiyimiz kimi hələ 20-ci illərdən gündəmə gətirilmişdir. Hələ deməli 1920-ci illərdən, 20-ci, 23-cü illərdə nəhayət ki, ermənilər Qarabağa muxtariyyət verilməsinə nail oldular. Və həmin dövrdə Qarabağın Ermənistan birləşdirilməsi məsələsi var idi və ondan sonraki dövrlərdə 50-ci, 60-cı, 70-ci illərdə məsələ var idi və bunu Azərbaycanın, müasir Azərbaycanın qurucusu banisi Heydər Əliyevin 1964-cü, 87-ci illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Qarabağın Ermənistana birləşdirilməsinin qarşısı alınmışdır. Və belə bir dövrdə 87-ci ildən etibarən ermənilərin planlarını Azərbaycanda həyata keçirmək üçün qeyd elədiyimiz kimi Sovet dövlətinin dağılmağa doğru getdiyi bir dövrdə, müstəqil dövlətlərin formalaşdığı bir dövrdə yenicə inkişaf yolu qədəm qoymuş ölkələrin, o cümlədən Azərbaycan Respublikasının, Türk dilli dövlətlərin, respublikaların müstəqil dövlət olaraq dünya xəritəsindən silinməsi istiqamətində hazırlanmış ideoloji siyasi tədbirlərin davamı olaraq SSR rəhbərliyində təmsil olunmuş müasir Azərbaycan dövlətinin qurucusu banisi Heydər Əliyevin vəzifəsində kiralaşdırılmasından sonra ermənilərin Qarabağ istiqamətində fəaliyyəti daha da genişləndirilmiş
və Azərbaycanda formalaşdırılmış hakimiyyətçiliyin, iki hakimiyyətliyin və ermənipərəst dairələrin, anti-milli qüvvələrin hakimiyyətə gətirilməsinin nəticəsi olaraq satqın, xəyanətkar, rəkar rəhbərlərin günahı ucbatından Azərbaycan torpaqları işğala məruz qalmış. Yəni, 1-ci Qarabağ müharibəsi baş vermişdir. Azərbaycan torpaqlarının 20% qədəri tamamilə işğal edilmişdir. Və nəhayət ki, Azərbaycan xalqı müdriklik nümayiş etdirərək müasir Azərbaycan dövlətinin qurucusu banisi Heydər Əliyevi hakimiyyətə dəvət etdikdən sonra Azərbaycan ərazilərinin bütövləşməsi istiqamətində işlər həyata keçirilmişdir. Yəni, 94-cü il 12 may tarixində atəşkəs elan edilmişdir və məsələnin sülh yolu ilə həll edilməsi, danışıqlar vasitəsilə həll edilməsi, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq həll edilməsi məsələsi gündəmə gətirilməsinə baxmayaraq, Ermənistan Respublikası beynəlxalq hüquq normalları və prinsipləri pozaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə əməl etməyərək özünün işğal etdiyi ərazilərdən silahlı qüvvələrin çıxarılmasını təmin etməmişdir və eyni zamanda beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasının üzvü olan böyük dövlətlər təcavüzkar işğalçı ölkəni daha da silahlandırmağa, siyasi cəhətdən, ideoloji cəhətdən müdafiə etməyə başlamışdır. Belə bir şəraitdə Ermənistan Respublikasının hərbi cinayət törətmiş, təcavüzkar ölkə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tribunasından elan edilmədiyinə görə və eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1967-74-cü illərdə hələ qəbul etdiyi qətnamələrin tələblərinə uyğun olur. Yəni, həmin qətnamələrdə qeyd olunurdu ki, təcavüz anlayışı, mahiyyəti, məzmunu və dünyada sülhə təhlükəsi təhdid kimi qəbul olunurdu. Belə olduğu halda həmin maddələrin, həmin qətnamələrin tələbləri Ermənistan Respublikasına tətbiq edilmədiyinə görə və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 39-cu maddəsi tərəflərində uyğun olaraq təcavüzkar ölkənin cəzalandırılmadığı bir şəraitdə Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimiz Ali Baş Komandanı, müdrik rəhbərimiz, Heydər Əliyev siyasətlərinin layiq davamçısı beynəlxalq hüquq normalları və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 51-ci maddəsi tərəflərinə uyğun olaraq cənab İlham Əliyev Azərbaycan ordusuna göstəriş verərək ərazilərimizin işğaldan azad edilməsi istiqamətində göstəriş vermişdir və bu cür oğulların Şəhid Nəcməddin Nurəddin oğlu Bədirov kimi millərlə qəhrəman igid oğullarımızın, Azərbaycanımızın müasir tarixi yazmış oğullarımızın qəhrəmanlığına, igidliyinə, cəsurluğuna, döyüşkənliyinə, vətənpərvərliyinə arxalanaraq Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tədbirlərini həyata keçirmişdir. Yəni ki, 21-ci əsr tariximizdə mən bunu qeyd eləmək istəyirəm ki, əsrin əvvəllərindən həyata keçirilən tədbirlər nəticə etibarilə bu cür oğulların, Nəcməddin kimi qəhrəman igid oğulların, yəni Azərbaycanımızın 21-ci əsr tarixinə adları qızıl hərflərlə yazılmış, tariximizə Azərbaycanımızın milli qəhrəmanı, vətən müharibəsi, əsl xalq qəhrəmanı olaraq daxil olmuş oğullarımızın dövrünə təsadüf etmişdir. Və bu dövrdə də bunlar bu məsələni həll etmişlər. Yəni, talih onların dövrünə bunu yazmışdır ki, həqiqətən bu məsələni bu cür oğullar həll etməli. Ona görə də Allah Taala onları bu dövrdə dünyaya bəxş etmişdir və qəhrəman ruhda böyütmüşdür. Onları qəhrəman ruhda atalar, analar böyütmüşdür. Məktəblərdə isə bunlar daha da təkmilləşmişlər və Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətə daim dəstəkləri ifadə edərək bu günümüz üçün, gələcəyimiz üçün və 10 milyondan çox Azərbaycan vətəndaşlarının, Azərbaycan Respublikası vətəndaşlarının, dünyada yaşayan 50 milyondan çox Azərbaycanlıların, bütövlükdə 350 milyondan çox Türk dünyasının qürurunu bərpa etmişdir.
Nəcməddin kimi qəhrəman igid oğullarımız. Biz bunlarla fəxr edirik. Bizim qürur mənbəyimizdir. İnam, etibar, etiqat yerimizdir. Və Azərbaycan prezidenti də Cənab İlham Əliyev də qeyd etmişdir ki, biz əldə etdiyimiz bu böyük qələbəyə görə şəhidlərimizə borçluyuq, onlara borçluyuq. Onları qəhrəmanlıqda böyüdən atalara, analara borçluyuq. Həqiqətən hər bir şəhidimiz Azərbaycanımızın milli qəhrəmanıdır, Vətən müharibəsi qəhrəmanıdır. Onları qəhrəmanlıqda böyüdən atalar, analar Azərbaycanımızın əsl milli qəhrəmanlarıdırlar. Vətən müharibəsi qəhrəmanlarıdırlar ki, 21-ci əsr tariximizdə dünya miqyasında mövcud olmamış yeni bir Azərbaycanın yaradılmasında, formalaşmasında, Azərbaycanımızın bütövləşməsində Nəzməddin kimi minlərlə oğullarımızın çox böyük tarixi əvəz olmaz xidmətləri vardır. Bu xidmətləri, bu dövlət qarşısında onların fəaliyyətini Tovuz rayonunda Turan Şəhid Ailələri Birliyi, hörmətli Elbar müəllim başda olmaqla, hörmətli Gülnaz xanımın vasitəçiliyi və onların təşkilatçılığı ilə şəhidlərimizin keçdiyi tarixi yol geniş və əhatəli şəkildə təbliğ olunur, gənc nəslə aşılanır, çatdırılır. Yəni, Cənab Prezident o çıxışlarına qeyd etmişdik ki, biz şəhidlərimizin keçdiyi tarixi yol barəsində geniş və əhatəli şəkildə vaxtaşırı məlumatlar verməli, gənc nəslə onları çatdırmalıyıq. Müharibə başa çatmasına baxmayaraq biz hər an hazır olmalıyıq. Yəni, xüsusi olaraq qeyd eləmək lazımdır ki, Nəzməddin kimi oğullarımızla həqiqətən Azərbaycan xalqı, dünya Azərbaycanlıları, Türk dünyası fəxr edir. Yeri gəlmişə qeyd eləmək lazımdır. İkinci Qarabağ müharibəsində və ondan əvvəlki illərdə həmişə Azərbaycanın yanında olmuş, Azərbaycana mənəvi siyasi dəstək vermiş Türkiyə Cumhuriyyətinin prezidenti Cənab Rəcəb Tayyip Erdoğan Azərbaycan şəhidlərinin qəhrəmanlığını həmişə xüsusilə qeyd etmişdir və şəhidlərimizin qəhrəmanlığı barəsində o fikirləri həmişə çatdırmışdır. Yəni ki, bizim şəhidlərimizin hər birinin tariximizdə çox böyük rolu və yeri vardır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah bu atalarına, analarına can sağlığı, huzur versin, səbir təmkin versin. Yəni biz bunlarla fəxr etməklə, qürur keçirməklə 21-ci əsrdə Azərbaycanın nəyə qadir olmasını bir daha təsvir edirik.